Bura Gəncədir. Burada bir vaxtlar ətir tarixlə qarışırdı. Sən bilirdin ki, Gəncənin mərkəzində, bu qədim torpaqlarda bir qədim məhəllə var idi. Əttarlar. Hətta əttar nə deməkdir? Yəni ətir ustası və ya şəfa qoxuyan adam. İlk dəfə 1729-da Osmanlı mənbələrində çəkilən bu məhəllə şimaldan İmamlıya, cənubdan Zərrabiyə, yəni Həsən Əliyev küçəsi, indiki Davadxan küçəsi, Sabir küçəsi, yəni Heydər Əliyev prospektinin bir hissəsi. Yəni bu küçələr vaxtilə ətirlə nəfəs alırdı. Burada sadəcə evlər yox, burada tarix var idi. Yəni apteklər, türbələr, sinematograflar, qramofon dükkanları, bankların özü. Elə bil, şəhərin içində başqa bir mədəniyyət var idi. Sən təsəvvür elə, həmin dövrdə bu məhəllədə Cuhudlar, Davaqlar, Seyid Basalağı deyilən bir iş məhəllələri də var idi. Hətta həmin dövrdə məşhur Yelizaveta küçəsi də elə bu küçədən keçirdi. İndiki Cavadxan küçəsi. Əttarlıq sənətinin kökü təkcə bu məhəllə ilə bitmir. Misirdə başlayan bu yol İbn Sina ilə zirvələrə çıxdı. O, çiçəklərdən ətir almağın yolunu öyrəndi və bu üsul hələ də istifadə olunur. Azərbaycanda isə bu sənət Gəncədə, Şamaxıda, Qarabağda, Naxçıvanda çiçək kimi açmışdı. Əttarlar sadəcə ətir hazırlamırdı. Onlar loğman idi, onlar həkim idi, onlar sənətkar idi. Təbrizdə Dərüş Şapa deyilən mərkəzdə dünyanın hər bir yerindən dərman bitkilər gətirilir və satılırdı. Bu elm idi, bu sənətkarlıq idi, bu gözəllik idi. Və sonra 1980-ci ildə Gəncədə yaşıl aptek açıldı. Qırıqlı məscidinin içində. Elə bir iz buraxdı ki, yeri sakinlər hələ də ora yaşıl aptek deyir. Və ən sonunda da sənə bunu deyim. Ətir sadəcə qoxu deyil. Bu bir tarixdir. Bu bir mədəniyyətdir. Bu həyatın bir parçasıdır. Və bəlkə də elə bu tarix məsələ buradan başlayır. Sağ olun.